Hamınızı xoş gördük. Bu da sizinlə birlikdə 3-cü sinif Azərbaycan iş dəftərindən səhifə 27-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyəndiyimizsə basmağı unutmayın. Gəlin başlayaq. Bir A tapşırığında deyir ki, Ağatlı oğlan mətnində hansı suallara cavab yoxdur. Nərbala kim idi? Nərbala Mehtərin oğlu idi. Mehtərin adı nə idi? Mehtərin adı bilmirik biz. Mehtərin adı nə idi? Buna işarə qoyaq. Atası Nərbalaya nə tapşırır? Atası Nərbalaya tapşırırdı ki, bunu gecə axşam xəlvərcə sür. Onda xəlvətcə sür. Çünki şahzadələr bunu görsələr səni cəzalandıra bilərlər. Səlim Şahın şərti nə idi? Səlim Şahın şərti bu idi ki, yəni mən bunu sən şərifi düşərgə altına almışam. Ətrafında mənim yəni əsgərlərim var. O da demişdi ki, sən gəl bir döyüş eləyək. Hansımızın döyüş pəhləvanı qalib gəlsə, şəhər onun olsun. Şərti buydu. Hadisələr hansı ölkədə baş verir, bunu bilmirik. Səlim Şahın pəhləvanının adı nə idi? Səlim Şahın pəhləvanının adı Dəmirbilə idi. Nərbala atını necə adlandırmışdı? Bunu bilmirik. Heç adlandırmamışdı və yaxud adlandırmışdı, ancaq biz bilmirik. Nərbala döyüşə niyə niqabla çıxdı? Bilirik ki, niqabla çıxdı. Çünki şah ona icazə verməmişdi, ancaq o öz vətənini qorumaq üçün ora gəlmişdi. Tapşırıq B-yə keçən Ağatlı oğlan mətni ilə bağlı rəy yaz. Aha. Burada mətnin adını yazacağıq. Yazaq. Mətnin adı baxın budur da. Burada yazılı belə. Ümumiyyən buradakı Ağatlı oğlan. Bu niyə belə oldu? Aha, Ağatlı oğlandır da buradakı. Buradan yazsaq. Aha, burada yazdıq Ağatlı oğlan. Sonra deyir ki, bu mətnin mövzusunu yazacaq. Mətnin mövzusu nədir burada? Ağatlı oğlanın göstərdiyi şücaət. Yazırıq. Elə burada da yazaq da belə. Ağatlı. Aha. Ağatlı oğlan. Sonra buradan qoyaq bir dənə def. Oğlanın göstərdiyi şücaətdən danışılır. Bu qədər dərsində. Aha. Bu mətndə Ağatlı oğlanın göstərdiyi şücaətdən danışılır. Gördünüz, şücaətdən danışılır. Artıq bunları silək. Aha. Bu epizodda baş qəhrəmanın hərəkəti xoşuna gəldi. Nə üçün? Hansı epizodda? Mənim xoşuma gəldi ki, Ağatlı oğlanın öz vətənini təhlükədən qoruması xoşuma gəldi. Çünki vətən hər şeydən əzizdir. Baxın, burada o epizodu mən sizə dərslikdə göstərim indi. Dərsliyə buradadır da dərslikdə. Aha, deyir ki, burada Dəmirbilək pəhləvan. Dəmirbilək
Ağ atlı oğlan bir nərə çəkib dəmirbilək pəhləvanın kürəyini yerə çırpdı. Əhsən səsi göyə ucaldı. Ağ atlı oğlan Daşqıvar padşaha yaxınlaşdı. Niqabını üzündən açdı. Qibləyi aləm, məni qəhrəmanlığa layiq görməsən də vətənimizi təhlükəyə ata bilməzdim. Qəhrəmanlıq var dövlətlə alınmır. Qəhrəmanlıq var dövlətlə alınmır. Əsl qəhrəman döyüş meydanında hünər göstərəndir. Gördünüz bu. Keçək təkrar iş dəftərinə. Aha, yazaq. Yazaq ki, ağ atlı oğlanın ağ atlı oğlanın öz vətənini vətənini təhlükədən qoruması xoşuma yaz ya da siz də hansı hərəkəti xoşunuza gəldisə yaza bilərsiniz. Fərq yoxdur. Mən sadəcə bu xoşuma gəldi, bunu yazıram. Xoşuma gəldi. Çünki vətən hər şeydən əzizdir. Çünki vətən hər şeydən əzizdir. Bunu yazdım bura. Və ya siz hansını xoşladırsa, hansı hərəkətini, onu yaza bilərsiniz. Hansı epizod sənə daha çox təsir etdi? Şahın Nərbala göstərdiyi rəftar mənə pis təsir etdi. Baxın, burada məsələn. Şahın ona göstərdiyi rəftar buradaydı. Aha. Deyir ki, Qibləyi aləm, bunu eşidən Nərbala padşahın hüzuruna gəlib baş əydi. Qibləyi aləm, icazə verin sabahki döyüşə mən çıxım. Aslan kimi oğullarıma nə gəlib ki, ölkəmi Mehtəroğlu xilas eləsin deyə şah dinləndi. Şahın belə rəftarından Nərbala çox məyus oldu. Onun məyus olduğu kimi bizim də buna xoşumuz gəlmədi. Yazaq. Yazaq şahın Nərbalaya şahın Nərbalaya göstərdiyi rəftar mənə pis təsir etdi. Mənə pis təsir etdi. Sonra mətnə hansı epizod əlavə edərdi? Bu arada, yəni mən bunu bu rəy xəritəsidir. Hər kəs yəni mətnlə bağlı rəydir də. Bunu hər kəs özü üçün də yaza bilər. Yəni hansı xoşuna gəldi, hansı xoşuna gəlmədi və s. Təsir etdi. Mətnə hansı epizod əlavə edərdin? Aha. Əlavə eləyərdim ki, mən Nərbalanın padşaha cavabından sonra padşah bir daha insanlarla pis rəftar etmədi və igid oğulları öz yanına topladı. Baxın, bura şəkildə də var əslində. Baxın, şəkildə baxın, bəlkə də bunlar da elə igid oğullardır. Yəni, bunun kimi buna baxıb eləmək olardı. Yəni, onlar dedikdən sonra, nə bilim, igid oğulları elədi, belə da artıq belə olmadı. Həmişə də onsuz da elə olur mətnin sonunda. Ona görə də elə yazaq. Mən əlavə eləyərdim ki, Nərbalanın
Padşaha cavabından sonra padişah bir daha insanlarla pis rəftar rəftar etmədi və igid oğulları öz yanına yazaq. Öz yanına topladı. Öz yanına topladı. Aha belə. Burada da belə yazmaq olar. Yəni siz də necə istəsəz yaza bilərsiniz. Mən belə xoşuma gəldi, belə istədim. Aha, sonra budur. Baxaq. Aha. Sonra deyir ki, mətni qiymətləndirmək üçün ulduzları rənglə. Siz gözəl rəngləyə bilərsiniz belə. Ancaq mən burada biraz yaxşı rəngləyə bilməyəcəm. Amma siz yaxşı belə rəngləyin. Siz nə qədər xoşunuza gəldisə, yəni rəngləyə bilərsiniz. Mən məsələn mətnə 5 ulduz verəcəm. Yəni məsələn 3 dənə verdisə bu qədər rəngləyin. 2 dənə 2 dənə rəngləyin. 1 dənə rəngləyin. 4 dənə 4 dənə rəngləyin. 5 dənə də mənim kimi rəngləyin də. 5 dənə yəni. R yazanın imzası. Aha, mənim imzam məsələn. Siz də artıq özünüzə bir dənə imza yarada bilərsiniz. Mən belə eləyəcəm. Sarı niyə? Qara ilə eləsəz gözəl görünəcək və mavi ilə də eləyə bilərsiniz. Biraz burada pis oldu. Mən təkrar eləməyə çalışım bir dənə. Belə də. Mən bunu biraz nazik. Aha, belə. Sonra da belə. Aha, yəni bunun kimi belə imza çəkə bilərsiniz. Mənim imzam belədir. Belə bunun kimidir də, yəni biraz burada pis göründü, pis oldu. Ancaq yenə də eləyə bilərsiniz. Bugünün tarixini də yaza bilərsiniz və ya haçan baxdıqsa bu videoma ondakı tarixi yaza bilərsiniz. Mən bugünkü tarixi yazacağam. Bugünkü tarixdə ayın 31-idir, martdır. 31.03.2025. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik!